üçbucaqların oxşar olduğunu bizə deyir. Yəni bu üçbucaqlar oxşardır. O zaman nə edirəm? Oxşar olduğuna görə mən bura bir A yazaram, burada bir B yazaram və uyğun tərəflərin nisbətini yazaram. Axı oxşar üçbucaqlarda biz bunu edə bilərik. 10-u 2-yə bölə bilərəm. A, B-yə uyğun tərəf MN-dir. Ona görə də 10-u 2-yə böldüm. Bərabərdir. İndi BC tərəfinə uyğun isə 5-i götürə bilərəm, yəni NK tərəfini, yəni A-nın da 5-ə nisbəti. Bu şəkildə yaza bilərəm və çarpaz vuraram. 2A bərabərdir, 10-u da 5-ə vuraram, 10 vurulsun 5. A da bərabərdir, 10 vurulsun 5 böl 2. Bu şəkildə yazdım və 2 ilə 10 ixtisar gedir. Burada 1, burada 5. 5-i də 5-ə vuranda 25. Deməli, buradan aldım A tərəfinin uzunluğu 25-dir. İndi gəlin bu qayda oxşarlıqların nisbətinə görə B tərəfində tapaq, ABC üçbucağında. İndi yazıram yenə. 10-u bölürəm yenə 2-yə, bərabərdir. B tərəfinə uyğun tərəf 6-dır. B-nin də 6-ya nisbətini yazıram və çarpaz vururam. 2B bərabərdir 10 vur 6. B də bərabərdir 10 vurulsun 6 böl 2-yə. Və mən indi buradan 6 ilə 2-yi ixtisar aparıram. Burada 1, burada 3. 3-ü də 10-a vuraram 30. Deməli, B tərəfinin uzunluğu da 30 oldu. İndi gəlin uşaqlar, üçbucağın perimetrini tapaq, ABC üçbucağın. Bu üçbucağın perimetrini tapanda nə edirdik? 3 tərəfin uzunluğunu toplayırdıq. 10 topla, 25 topla, 30. Bu da bizə verir neçə? Deməli, 40, 65. Aldıq ki, ABC üçbucağın perimetri 65. Əgər məsələni bu şəkildə ətraflı yazsaz, o zaman siz bu məsələdə tam bal ala bilərsiniz. Yəni, cavab perimetri 65 olmuş olar.